Salam əziz tələbələr, növbəti izah videomuz ilə qarşınızdayıq. Bu videoda yenə maraqlı 25 qəbul səviyyəli sual izahı görmüş olacaqsınız. İlk sualımız DİM-in 2018-ci il DİM sınaq sualı olmalı, səhv xatırlamıramsa. İndi həlinə baxacağıq. Yazılıb ki, Firəngizin 3 köynəyi, 6 ətəyi və 3 cüt tuflisi var. Hər kombinasiya köynək, ətək və 1 cüt tuflidən ibarətdirsə, o geyimi neçə fərqli kombinasiyada düzəldə bilər? Dedik ki, bu tip suallarda seçmə metodundan istifadə edəcəyik. Baxın, mən özümə 3 dənə boş yer qoyuram ki, bunun birinə tuflisi seçəm, birinə ətək, birinə də köynək. Mənim neçə seçim haqqım var? Köynək seçmək istəyirəm. Əlimdə 3 dənə köynək var. A, B və C. Neçə seçim haqqım olur? Hər üçünü seçə bilərəm deyə 3 seçim haqqım olur. Bu getdi köynəklərə. Sonra gəlir ətəklər. Tutaq ki, 6 dənə ətəyimiz var. A, B, C, D, Y və F. 6 dənə ətəyim var və neçəsini seçə bilərik? 6 dənə seçim haqqımız var deyə 6 yazırıq. Ən sonda da 3 dənə tuflisi varsa, tutaq ki, yenə ABC-dir. Neçə seçim haqqı var? Yenə 3 seçim haqqı var. Verilən seçim haqqlarının hasili mənə neçəni verir? 54-ü vermiş olur. Deməli, ümumilikdə 54 kombinasiyada o bu seçimi edə bilər. Keçirik növbəti sualımıza. İkinci sualda yazılıb ki, S hərfindən sağda ikinci olan hərflə. Dayanın burada. S-dən sağda ikinci olan hərfim hansıdır? Y-dir. Yeni qeyd etdim. Y hərfi ilə H hərfindən soldakı ilk hərfin, H-dan soldakı ilk hərf hansıdır? G-dir. Bura qeyd edirəm G-ni. Deməli, Y hərfi ilə G-nin arasındakı hərfdən, Y ilə G-nin arasındakı hərf F hərfidir. Yəni, F-dən solda ikinci olan hərf hansıdır? F-dən solda birinci, F-dən solda ikinci hərf. F-dən solda ikinci olan hərf D hərfidir. Deməli, cavabımız olacaq D hərfi, yəni C variantı. Və keçəcək növbəti sualımıza. Üçüncü sual şəkil arıcığı ilə bağlıdır. Diqqətlə baxsaq, baxın, bu böyük qara üçbucaq sol aşağıdadır. Burada sağ aşağıdadır. Dedi ki, sol aşağı baxan oxumuz növbəti şəkildə sağ aşağı baxıbsa, deyəcək ki, saatin əksinə 90 dərəcə hərəkət edib. Çünki sanki saat 8-dən saat 4-ə qayıtmışam. Geri qayıdıram. Bir üstə biz bilirdik ki, rüb dəyişdiyi 90 dərəcə sayılır. Sanki baxın, 4-cü rübdən 3-cü rübə qayıtmışam. Deməli, 90 dərəcəlik hərəkət var. Deməli, sağ aşağı baxan baxıb sağ yuxarı, yenə 90 dərəcədir. Bir 90 dərəcədə hərəkət etsə hara baxmalı uşaqlar? Sol yuxarı baxmalıdır. Sanki sol aşağı baxdı, sağ aşağı baxdı. Burada sağ yuxarı baxdı, indi sıra hardadır? Sol yuxarı baxmada. Bu fiqur baxmalıdır sol yuxarı. Deməli, yeni və seni silirəm. Növbəti keçirəm digər daxildəki fiqura. Aşağıdadır, rəngi qaradır. Sağdadır, rəngi ağdır. Yuxarıdadır, rəngi qaradır. Və indi olacaq sol tərəf burada və rəngi olacaq ağ rəngdə. Çünki gah ağ olurdu, gah qara olurdu. Qara ağ. Qara indi ağ olmalıdır. D-ni silirəm. A ilə B-dən. Baxın, saatin əksinə hərəkət edirdi. Onsuz da B variantındakı vəziyyət burada var. Mən nə etməliyim? A-nı götürməliyim. Aşağı baxdı, sağa baxdı, yuxarı baxdı. İndi sıra hardadır? Sola baxmadadır. O da yeganə sola baxdığı vəziyyət A variantındadır. Növbəti 4 nömrəli suala baxırıq. Şəkil analizi ilə bağlı bir sual tipidir. Bilirdik ki, birinci, ikinci və bu üçüncü şəkildir. Biz də dördüncü şəkil axtarırıq. Baxın, variantlar arasındakı fərqə baxacağım. Və mən nə axtarıram? Mən bərabərin solunda hər hansı bir yerdə olub. Fərqi yoxdur. İkisində də ola bilər, sadəcə birində də ola bilər. Bərabərin solunda hər hansı bir şəkildə olub, bərabərin sağında olmayan şəkillər axtaracağım. A variantı ilə B variantı arasındakı bir fərqə baxdıqda, çalışın qara nöqtələrlə işləyin. Çünki qara nöqtə bizə mövqe təyin etmək üçün verilir. Harada fərq görə bilirəm? Diqqətlə baxsaq, baxın, sol aşağı künsdə belə bir əyri hissə var, amma burada yoxdur. Hardadır? Qara nöqtədən tam aşağı düşəndə tam sol tərəfə qayıdıram, buradadır. Qara nöqtədən aşağı düşürəm, tam sol tərəfə qaydanda, baxın, burada bu xəttim, əyri xəttim var əsas şəkildə. Və gəlib burada baxıram ki, baxın, ən solda burada bu əyri xəttim verilməyib. Qara nöqtədən aşağı düşəndə ən solda olmalıydı. Verilməyibsə, indi verilməlidir. B-də verilməyib dedi. Mən nə edirəm? B-ni silirəm. Növbəti A variantı və C variantı arasındakı ixtiyari bir fərqə baxıram. Deməli, fərqə baxmış olsaq görərik ki, baxın, qara nöqtədən buradan sağ aşağı belə bir əyri xəttimiz gəlib. Amma buradan qara nöqtədən aşağı sağ aşağıya doğru əyri xəttimiz gəlməyib. Söhbət baxın bu xəttdən gedir. Bu əsas şəklimiz də var. Və baxıram ki, burada bu xətt verilməyib. Verilməyibsə, indi verilməlidir. A-da verilməyib deyə A variantı yanlışdır. İndi C variantı ilə mən baxıram D variantı arasındakı ixtiyari bir fərqə. Burada da qara nöqtədən yuxarı belə bir əyri xəttim gedib, amma D-də getməyib. Söhbət baxın bundan gedir. Qara nöqtədən sol yuxarı gedən əyri xəttdən, yəni bərabərin solunda var bu xətt. Amma bərabərin sağında burada verilməyibsə, deməli dördüncü şəkildə verilməlidir mütləq.
Artıq burada baxıram ki D-də də verilməyib. Burada yoxdursa mütləq burada olmalıdır. C hələ ki doğrudur. C ilə Y variantları arasındakı ixtiyari bir fərqə baxmış olsaq, biz harda bir fərq görə bilərik? Diqqətlə baxaq, bir-birinə çox bənzər şəkillər. Baxın, ən sağ tərəfdə burada belə bir xəttimiz var, amma burada C-də yoxdur. Baxın, qara nöqtədən sağa gəlib yuxarı qalxmışam. Söhbət nədən gedir? Baxın, qara nöqtədən sağa gəlib yuxarı qalxmışam. Bu əsas şəkildə var. Belə bir xətt verilib mənə. Və baxıram ki, qara nöqtədən sağa gəlib yuxarı qalxdığım istiqamətdə bu xətt mənə verilməyib. Verilməyibsə indi verilməli idi. C-ni silən kimi doğru cavab kimi Y variantı qalmış olur. Bu şəkildə işləmiş olsaz, heç bir halda mexaniki səhv etməyəcəksiniz və həmişə doğru cavab tapa biləcəksiniz. Növbəti 5-ci sual riyazi məsələdir. Yazılıb ki, yol boyu hər 50 metrdən bir işıq dirəkləri bastırılıb. Birinci və sonuncu işıq dirəkləri arasındakı məsafə 500 metrdir. Bu yol kənarına neçə dirək bastırılıb? Deməli, hər 50 metrdən bir bastırılıb. Baxın, sanki birincidir. Növbəti 50 metrdən sonra ikincidir. Növbəti 50 metrdən sonra üçüncüdür. Ümumi birinci və nöqtə qoyuram burada. Sonuncu arasındakı ümumi məsafəm nə qədərdir uşaqlar? 500 metrdir. Biz burada nəyi bilməliyik? Əgər 500-ü birbaşa 50-yə bölüb 10 alsaz, yanlış cavab olacaq. Yadda saxlayın ki, taxtanın baxın, 2 yerdən kəsikdə bir hissə ayrılır və elə deyil. Deməli, mən burada artıq nə edirəm? Hissə sayım kəsik sayından daha çox alınır. Əgər bu bir taxta kimdirsə, bunu 2 yerdən kəsmişəmsə, bir dənə hissə alınıb sanki. 2 yerdən kəsində sanki ortadakı hissə alınmış oldum, elə deyil. İndi mən burada bunu yadda saxlamalıyam ki, hissə sayı ilə və ya buradakı birbaşa sual üzərindən gedirəm. Dirək sayılar aradakı məsafə sayına baxmış olsaq, həmişə dirək sayı nə olacaq? Bir vahid çox olacaq. Mən indi 500-ü bölsəm 50-yə nə alıram? 10 alıram. 10 dənə hissəm var sanki mənim burada. 10 dənə hissəm var. Bəs buradakı dirək sayı neçə olacaq? 10 plus 1 olacaq. N plus 1. Bu şəkildə tapacaq. Düsturmu sanki N plus 1-dir. Neçə hissəmiz varsa, kəsik sayımız və dirək sayımız ondan bir vahid çox olmalı. Deməli, bu sualda doğru cavab olacaq C variantı. Baxın, dirək bizdə nə istəyir? Bu yol kənarına neçə dirək basır? Dirəklərin sayını tapmamızı istəyir. Aradakı məsafələrin sayını istəmir. Aradakı məsafələrin sayını istəsəydi, bəli, 500-ü bölərdik 50-yə, alardıq onu. Amma məndən dirəklərin sayını istədiyi üçün qiymətimiz həmişə nə olacaq? N plus 1 olacaq. Yəni, məsafələrin sayı plus 1 olmuş olacaq. Bu şəkildə yadda saxlamış olacaq bunu da. Bu sualda sadəcə bir məqamda diqqətli olmalıyıq ki, dirəyi başladığımız anda bastırmışıq ya yox. Çünki bu sualın 2 versiyası var. Düsturlarından birində M plus 1 olacaq, birində M minus 1 olacaq. Nəyə görə belə olacaq? Baxın, əgər mən dirək bastırmışamsa, birinci, sonra 50 metrdən sonra birini də bastırmışamsa, dirəklərin sayı hissələrin sayından çox olur bir vahid. Məsələn, gəlin 5 dənə 5 məsafəyə baxaq. Baxın, ixtiyari bir dənə xətt çəkirəm. Bu bizim məsafəmizdir. Tutaq ki, birinci dirəkdir, 50 metr. İkinci dirək, üçüncü dirəkdir, 150 metr. Dördüncü dirəkdə 150 metr. Bu da olsun 4-cü 50 metrimiz. Neçə dirək oldu? 1, 2, 3, 4, 5 dirək. Deməli, məsafə sayından bir vahid çox oldu. Deməli, 11 alınacaq bu şəkildə. Yox, amma mən düşünsəydim ki, birinci yerdə dirək bastırılmayıb, o zaman 1, 2, 3, 4 dirək sayı ilə məsafə sayına bərabər olmuş olacaq. Bəs biz hansı şəkildə irəliləməliyik? Məsafə sayını dirək şəklinə uyğunlaşdıracaq ya uyğunlaşdırmayacaq? Bu tip sualların demək ki, əksəriyyətində elə başlanğıcdan dirəklə başlayır deyə bunu mütləq uyğunlaşdırma olacaq ki, yəni birinci yerdə dirək var. O zaman elə N plus 1 düsturu daha uyğun gələcək ki, biz birinci yerə nə etmişik? Dirək bastırmışıq. Bəs bu 10-dan olsa necə olardı? Yəni ümumiyyətlə 500 olsa necə olardı? Burada nə qədərdir uşaqlar? 200 metrdir. Növbətdə 250 metr bir dirək bastırdıq. 300 metr bir dirək bastırdıq. 350 bir dirək bastırdıq. Burada 400 bir dirək bastırdıq. 450 birini və 500-də növbətini bastırdıq. Bura qoydum nöqtəni. İndi baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə hissəmiz var. Ümumiyyətlə 500 metrdir. Dirəklərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11-dir. Amma sadəcə dediyim kimi, diqqət yetirməliyik nəyə? Biz hər hansı bir dirək başlayaraq mı dirəkləri bastıracaq ya 50 metrdən sonra mı bastıracaq? Yəni, bu sualın şərtində bunu tam göstərməmişik. Bunu mütləq şəkildə göstərmək lazımdır. Göstərmədiyimiz halda artıq demək olar ki, burada doğru cavabı tapa bilmərik. Qərar verə bilmərik cavabı biz 10 olaraq mı götürək, 11 olaraq mı götürək? Yəni, burada konkret bir məlumat verməli idi ki, biz başlayarkən dirək bastıracaq ya bastırmayacaq. Əgər bastıracaqsa cavab 11 olar.
Bastırmayacaqsa cavab elə 10 olmuş olacaq. Yəni biraz bu müəmmalı sualdır. Dəqiqləşdirmək lazımdır şərti. 6-cı sual. Verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən analoji variantı seçin. Sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Günəş ulduzlardan biridir. Ulduz galaktikada yerləşir. Növbəti B variantı doğru cavab variantı uzatmayacağam. Sərv ağaclardan biridir. Ağac harda yerləşir? Meşədə yerləşir. Deməli doğru cavabımız hansı variant olacaq? B variantı olmuş olacaq. 7-ci sual yenə bir riyazi məsələdir, qəbul sualıdır. 50 ton filizin lazımsız qarışıqlardan ilkin təmizlənməsi nəticəsində alınan 30 ton məhsulun da 5% lazımsız qarışıqlardan ibarətdir. Filizin neçə faizi lazımsız qarışıqlardan ibarətdir? Bunu tapmalıyam. Baxın, 50 ton filizdir. Filizin lazımsız qarışıqlardan ilkin təmizlənməsi nəticəsində alınan 30 ton məhlulun. Deməli, 50-dən 30 ton alındı. Alınan 30 tonun da 5% lazımsız qarışıq oldu, elə deyil. Yəni 30 tonun mən nə edəcəm? 5%-ni çıxmış olacam. Bu bizə neçəni verəcək? İxtisar aparsaq, burada qalır 2, 1,5. Yəni 30 tonun 1,5 tonu da lazımsız olduğu üçün geri qalır 28,5 tonu. Məndən soruşur ki, filizin neçə faizi lazımsız qarışıqlardan ibarətdir? Ümumilikdə lazımsız qarışıqlardan neçə faizi ibarətdir? Onu tapmalıyım. Mən ilkin hissəni tapmışdım. İkinci hissədə 5%'dir. Yəni bütövlükdə bu neçə faiz olduğunu soruşur. Baxın, 50 ton filizin bütövlükdə neçə faizdir? 100%'dir hamısı bir yerdə. 28,5 tonum isə x faizdir. Bu məndə lazımlı hissədir. Bəs lazımsız hissəsi nəyə bərabərdir? Lazımlı hissəsi 28,5%dirsə, lazımlı hissəsi, lazımsız hissəsi isə 50 çıxsın 28,5'ə bərabərdir. Bu da bizə verəcək neçəni? 21,5'i. Deməli, mən tapmışam ki, 50 ton 100%'dir. Lazımsız olan 21,5 tonum isə x faizdir. Yəni bunu həll etməyə çalışsaq, baxın, tənasübü həll etməyəcəyik. 52'ye vursam 100 alaram, 21,5'i 2'ye vuranda nə alacam? 43% almış olacam. Deməli, sualın doğru cavabı nə olacaq? 43% olmuş olacaq. Deməli, növbəti bir suala keçmiş olacaq. 8 nömrəli sual şəkil ardıcıllığıdır. Baxın, sanki bu saat 3'dür, bu saat 6'dır. Deməli, necə hərəkət etdi? Saat əqrəbi istiqamətdə 90 dərəcə. Saat 9'dadır oxum, saat 12'dədir. Növbəti bir 3 saat hərəkət etsə, gələcək sanki saat 15'ə. Yəni olacaq burada saat 3'ə və ya 15'ə. Necə düşünsək? Sağ tərəfə baxmalıdır. Hamısında sağa baxın. Bir problem yoxdur. İndi keçirik buna. Baxın, təpə nöqtəsindədir. 1-5 dəqiqə sanki geri qayıtdı, gəldi bura. 45 dərəcə deyə bilərik buna. Sonra 1.45'də qayıtdı, gəldi bura. 1.45 qayıdıb gələcək bura. İndi 1.45'də qayıtsa tam ortaya gəlməlidir. Deməli, tam ortaya bura gəlməlidir. D-də ora gəlməyib silirəm. A-da ora gəlməyib silirəm. C-də ora gəlməyib, B-də ora gəlməyib silirəm. Qaldı C və Y. Fərqli variantı necə təyin edəcəyik? Baxın, bu ağ dairələr fərqlidir. Ağ dairəyə əsasən. Ağ dairə buradaydı. 1, 2, 3, 3 addım attı, gəldi bura. 1, 2, 3, 3 addım attı, gəldi bura. Saat əqrəbi istiqamətində. 1, 2, 3, 3 addım attı, gəldi bura. Yenə saat əqrəbi istiqamətdə 3 addım atsa tam gələcək. Baxın, burada aşağıda duracaq. Deməli, Y yanlışdır. C variantı doğru cavab variantımızdır. Keçirik 9 nömrəli suala. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin yazılıb. Deməli, artım azalmaya baxmış olsaydıq, gah artıb, azalıb, gah artıb, yenə burada azalma var, növbəti böyük ehtimal artım olmuş olacaq. Ya bu şəkildə işləyəcək, ya ədədin rəqəmləri şəklində işləyəcək, ədədin rəqəmlərinə baxacaq. Əslində elə rəqəmlərə baxmaqladır. Çünki ardıcıqdakı hədlərin sayı azdırsa, burada bir qayda-qanunluq tapmaq çətindir. Hədlər arasındakı fərqə baxmaqla. O zaman birbaşa keçin, ədədin rəqəmlərinə baxın. Baxın, mən diqqətlə baxsaydım, 20-ni 4'ə bölsəm alınar 5. 16'nı 4'ə bölsəm alınar 4. 28'i 4'ə bölsəm alınar 7. 24'ü bölsəm 4'ə alınar 6. İndi 22'ni 4'ə bölsəm 5 alınmaz. A getdi. 24'ü 4'ə bölsəm 5 alınmaz. B getdi. 26'nı 4'ə bölsəm 5 alınmaz. C getdi. 34'ü 4'ə bölsəm 5 alınmaz. D'ni də siləndən sonra baxın 36'nı 4'ə böləndə 9 alınacaq. Deməli Y variantı bizim tamamilə doğru bir cavab variantımızdır. Növbəti keçirik. 10 nömrəli suala fərqli variantı tapın yazılıb. Bu tip suallarda nə edə bilərik? Bütün fiqurlara eyni bir nöqtədən baxa bilərik və ya daxildə olan fiqurların sayına baxa bilərik. Qara dairələr hamısında 2 ədəddir. Bundan bir şey çıxmayacaq. Qara kvadratları saysaq 1, 2, 3, 4, 5, 6. 6 dənə bunda. 1, 2, 3, 4, 5, 6. 6 bunda.
1, 2, 3, 4, 5, 6, 7 dənədir burada, elə deyil. 7'dir. 1, 2, 3, 4, 5, 6 burada. 1, 2, 3, 4, 5, 6 burada. Hamısında 6 dənə qara kvadrat var. C variantında isə 7 dənə qara kvadrat var deyə fərqli variantımız olacaq. C variantı. 11-ci sualımız operatordur. Dedik ki, ədədin rəqəmlərinin sayı çoxdursa, adətən rəqəmlərə ayrı-ayrı baxır. Yəni 7232 deyə bir ədəd almarıq biz. Burada böyük ehtimal 72 və 32-ni almağa çalışacağıq. 72-ni necə ala bilərik deyə düşünmüş olsaq və ya 72 almayacaq, elə bir-bir baxacaq. 7, 2, 3, 2 bu şəkildə gedəcək. Baxın, 6 ilə 1-i toplasa alır 7-ni. 4-dən 2-ni çıxsa alır 2-ni. Ən sondakı 8 də vursa 4-ə alır 32-ni. Eyni qaydada 8 ilə 1-i toplasa alacaq 9-u. Bu 9-dan bu 4-ü çıxsa alacaq 5-i. Sondakı 7-ni də 3-ə vursa alacaq 21-i. Deməli, mən birinci rəqəmləri toplayıram. 5 plus 1, 6. İkinci rəqəmlərin fərqinə baxıram. 6-dan 1 çıxıram 5. Üçüncü rəqəmlərin isə hasilinə baxıram. 4 ilə 7-yə vursam 28. 6528 alınır. O da bizdə Y variantında verib deyə doğru cavabımız olur. Y. 12 nömrəli sualımız yenə bir tapmaca xarakterli sualdır. Nə etmiş ola bilərik burada? Sual işarəsinin qiymətini tapmalıyıq. Daxildə bir qayda qanunluq yaratmağa çalışmış olacağım. Biraz görünməsi bunun çətin idi həqiqətən. Baxın, 16, 11 və 29-u toplayıb neçə alacaq? 11, 29, 40, 16 da burada 56. Eyni zamanda 29 ilə da 27-ni toplayanda neçə alacağım? Yenə 56 almış olacağım. Deməli, sol 3-cü əmr sağ 2-ci əmrlə bərabərdir. Yenə eyni qaydada baxın. 4, 18, 22, 55 də burada 73 alınır. Eyni qaydada mən sağ tərəfdəki 2 dənəsini toplasam 67 ilə 6-nın cəmdə mənə neçəni verəcək? 73-ü verəcək. Deməli, mən yenə gələcəm bura, bu 3-ünü toplayacağım. 19, 18, 37, 5 də burada 42. Deməli, bu 42-dirsə, sol tərəfdə sualın yenə 40 olmalıdır ki, ikisinin cəmi neçəni versin mənə? 42-ni versin. Deməli, sualın doğru cavabı olur. Məhz D variantı. 13 nömrəli sual. Sual işarəsinin qiymətini tapmalıyıq. Yenə bir tapmaca xarakterli bir sual tipidir. Deməli, diqqətlə baxmış olsaq, burada nə etmiş ola bilərik? Yenə bu sualın görülməsi kifayət qədər çətin idi. Baxın, mən buradakı 81 deyə baxıram bu sağ sütuna. Tərsini oxuyuram 81 deyə. Bunu 3 olaraq görürəm onsuz da. 81 3-ə bölünə nə alınır? 27 alınır. Eyni qaydada, baxın, bunu mən 91 kimi baxıram tərsinə. 91-i 7-yə bölünə nə alır? 13 alır. Eyni qaydada bunu aşağıdan yuxarı 76 olaraq oxuyuram. 76-nı mən neçəyə bölsəm 19 almış olacam. 4-ə bölsəm 19 almış olacam. Kifayət qədər çətin bir sual idi. Cavabı oldu B variantı. Növbəti 14 nömrəli suala baxırıq. Yazıb ki, çubuqlardan ibarət sırada 1903-cü çubuq hansı şəkilə uyğun gəlir? Diqqətlə baxmalıyıq. Biz bir də 1903-dən çubuğun şəklini çəkəsi deyirik ki, burada bir dövr var. Birinci çubuq, ikinci çubuq, üçüncü çubuq, dördüncü çubuq, beşinci çubuq. Baxın, ilk 5-dən ayırdım. Hər 5 çubuqdan bir ayıraq, yoxsa çox ayıraq? Diqqətlə baxaq, bir də çox ayırmalıyıq. Hər 5 çubuqdan daha çox ayıracağıq. 6, 7, 8 və 9. Bu da 10-cu çubuq. Baxın, ilk 10 çubuğu ayırsam, növbəti 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yenə 10 çubuğu ayırsam, sanki 10 çubuq mənə bir dövr əmələ gətirir. Hər 10 çubuqdan bir fiqur alır. İndi mən nə edəcəm uşaqlar? Bu tip sualları növbəti sınaqlarımızda da çox görəcəksiniz. Məsələn, ədəd verir ki, bizə atıram bu şəkildə. 2 üstü 325. Bizdən soruşur ki, bu ədədin sonu hansı rəqəmlə bitər? Axı, bunu mən 2 üstü 325 hesablaya bilmərəm axı. Mən artıq bilirəm ki, burada nə olur? Məsələn, 2 üstü 0 bizə verir 1-i. Elə 1 ilə başlayıq, 0 ilə başlamayın, mənası yoxdur. 2 üstü 1 bərabərdir 2-yə. 2 üstü 2, 4. 2 üstü 3, 8. 2 üstü 4, 16. 2 üstü 5, 32. Gördünüz, 2 üstü 5, 32 olanda son 2 ilə bitdi yenə. Hər 4 dənə bir təkrarlanma oldu. Mən bu halda nə edərəm? 325-i bölərəm 4-ə. Məsələn, 325-i atıram. 4-ə bölündə nə alınacaq? Qalıq alınacaq 1. Mənə qalıq lazımdır. Qalığı həmin 2-nin qüvvətinə yazıram. 2 üstü 1 2-ni verir deyə. Deməli, 2 üstü 325 ədədinin sonu nə ilə bitər? 2 ilə bitər. Bu da əslində həmin suala bənzəyir. Deməli, 1903-cü çubuq. Hər 10 çubuqdan bir nə olur mənim? Təkrarlanmam olur. O halda mən 1903-ü nə edəcəm? Böləcəm 10-a.
Burada nə alınır? 10-a bölsəm 1000, burada alınır 190, kəsr hissədə qalıq hissədə alınır 3. 3 qalıq alındı. Yəni 3-cü çubuq. Mənim birinci çubuğum, ikinci çubuğum, üçüncü çubuğum oldu bu vəziyyətdə. Həmin vəziyyətdə arada verilib, C-də verilib. Hər 10 çubuqdan bir təkrarlanmam var idi deyə 1903-ü bölürdüm 10-a. Mənə qalıq lazımdır. Aradakı dövrlər lazım deyil. 3 alındığı üçün deməli 3-cü çubuğa baxmalıyam. Necə ki burada qalıq 1 alındı. Mən 2/1-ə baxdım. Burada da qalıq 3 alındısa 3-cü çubuğa baxıram. Növbəti 15 nömrəli sual. Fiqurədə dərəcələr deyə bilərik. Bir ardıcıllıq da deyə bilərik. Baxın, kvadratlardır. 1 elə 1-dir. 2-nin kvadratı 4. 1 vurulsun 9, 9 üçün kvadratı. 5 vurulsun 5, 25, 5'in kvadratı. 4 dəfə 9, 36, 6'nın kvadratı. 1, 7, 7 asili də 49, yəni 7'nin kvadratı. Diqqətlə baxaq. 36, 6'nın kvadratı, bu da 7'nin kvadratı. Bəli. Baxın uşaqlar. 1'in, 2'nin, 3'ün indi nə gəlməlidir? 4'ün kvadratı, yəni 16 gəlməlidir. K-nın qiyməti neçədirsə, rəqəmləri açıl 16'nı verməlidir. O da neçə olacaq? 8 və 2. Yəni 82 olacaq burada və 28 də ola bilərdi. Fərqi yoxdur. Variantlara baxıram, 81 və 82-ni görürəm deyə 8 və 2-ni götürürəm. Çünki 8 və 2 16 verəcək. İndi baxıram aşağı. 1 vursun 1 1'dir. 1'in kubu. 8 2'nin kubu. 3 dəfə 9 27 3'ün kubu. İndi 4'ün kubu gəlməlidir, yəni 64 gəlməlidir. Mən nə etdim burada məsələn 1'i tapmaq üçün? 1'i 1'ə vurdum. 27'ni tapmaq üçün 3'ü 9'a vurdum. İndi L'nin qiyməti elə olmalıdır ki, onun rəqəmləri bir-birinə vuranda 64 alınsın. O da 8 vursun 8 olacaq yəqin ki. Elə deyil, cavab variantlarında olan ədədlərə görə deyirəm. Yəni doğru cavabımız olacaq məhz D variantı. 16-cı sual. Mətnin məntiqi təhlilidir. Yazılıb ki, eyni xəstəxanada həkim işləyən Vüqar, Musa, Kənan, Tural və Arif saat 8 ilə 18 arasında hər biri 2 saat olmaqla növbətçi oldular. Arif və Tural bir-birinin ardınca növbətçi oldu. Deməli, neçə nəfər var uşaqlar? 1, 2, 3, 4, 5. Saatlar yazıram. Saat 8-dən 18-ə qədər. Neçə saat elib? 10 saat. Hər 2 saatdan bir kimsə durub. Saat 8-də bir adam gəlib. 10-da bir adam gəlib. 12-də biri. 14-də biri. Doğru mu hesabladıq? Dedik ki 8-dən 18-ə. 10 saat elə deyil. Amma 10 saatı biz necə götürəcəyik? Bu 8 saatında biri başlayıb baxın və 18-də bitirib artıq. Buna diqqətlə baxaq görək 8-də başlayır. 8-də başlamağı dəqiqdir. 18 arasında deyirsə, artıq 18 axırıncı neçə olacaq bizdə? Axırıncı 18-də bitirəcək bu. 18-dən sonra heç kim durmur deyə mən 18-də ora heç kimi yazmayacağam. Deməli saat 8-də durdu biri. Saat 10-a qədər bu bir nəfərdir. Sonra 10-dan 12-yə ikinci nəfərdir. 12-dən 14-ə üçüncü. 14-dən 16-ya dördüncü. 16-dan da 18-ə 5-ci adamımdır. Mən bu sanki qoyduğum xətlərin hərəsinə bir adam yerləşdirəcəm. Yazıb ki, Arif və Tural bir-birinin ardınca növbətçi oldular. Ya Arif sonra Tural gələcək, ya Tural sonra Arif gələcək. Hələ ki bilmirəm. Vüqar Musadan əvvəl Turaldan sonra oldu. Deməli, Vüqar gəlir. Musadan əvvəl olmalıdır deyə. Ondan sonra Musa yazıram. Turaldan sonra növbətçi durub deyə Vüqar. Bura Tural yazıram. İndi baxın. Mən Turaldan ya sonra ya əvvəl A hərfini yazmaydım, X hərfi yazmaydım. Turaldan sonra Arif'i yazsam, Vüqar ilə Tural arasında Arif girmiş olacaq ki, bu doğru deyil. Onlar bir-birinin ardınca gəlmişdilər. Deməli, Arif Turaldan əvvəl olmalıdır bu vəziyyətdə. Mən indi bunu yerləşdirməliyəm. Və yazıb ki, Kənan günün birinci yarısına növbətçi oldu. Mən Kənanı sona yazsam, günün ikinci yarısına düşür. Məcburən Kənanı yazıram günün birinci yarısına. Kənanı yazıram bura. Arif'i yazıram bura, Tural yazıram bura, Vüqarı yazıram bura, Musanı da yazıram bura. 18'də də bitib deyə 18'də heç kim gəlməyib. Məndən soruşur ki, kim növbətçi oldu? Sonuncu növbətçi kim olub? Sonuncu növbətçi M hərfindən başlayan Musa idi. Musa olub. Deməli, doğru cavabımız olur. Məhz bu sualda C variantı. Asan bir mətin idi. 17-ci sual tapmaca xarakterli bir sual tipidir. Diqqətlə baxmış olsaq, 35-dən 27 çıxıb sanki nə alıb burada? 8 alıb. 48-dən amma 35-i çıxsa 11 ala bilməz. Başqa necə baxa bilərik uşaqlar buna? Rəqəmləri cəmi kimi baxsaq, bu 9, bu 8. Bundan irəli getsə ala bilməyəcək. Toplasaq bəs 8 ala bilərikmi deyə düşünsək. Gəlin bura çox fokuslanmayaq. Baxaq buna 12-yə. Sanki 35 ilə mən 27-dən 12 də almış ola bilərəm. Və ya tərsinə 12 ilə 0-da 27 də almış ola bilərəm. Bu iki hala baxırıq. Mən birinci düşünsəm ki 35 ilə 27-dən 12 almışam. Nə edəcəm? Toplayaram. Böyük ədədlərdir. Böyük ədədlər yönündə daha çox toplamağa çalışın. Bu bizə verər neçəni? 40, 35 və 27-dir 12 niyə? 35 və 27-dən 12 almağa çalışırdım. Toplasaydım bu mənə verər 62-ni. 62-dən 12-yə gəlməyin ən qısa yol rəqəmləri hasilidir.
Deməli 35 ilə 27-ni toplayıram, alıram 62. 62 rəqəmləri hasil 12-ni verir. İndi eyni qaydada baxın 48 ilə sanki 43-ü toplayıram. Bu mənə verir neçəni? 8, 11, 91. 91 rəqəmləri hasil 9 verəcək. Eyni qaydada 91 ilə də 35 ilə də 48-i toplayıb 40 alacam. 48 ilə də 35-i toplasam bu mənə verir 83-ü. 83-ün də rəqəmləri hasil bizə verəcək 24-dür. Y olacaq 24. Məndən nə istəyirdi? X plus Y istəyirdi. Y 24-dür. X-i tapmaq üçün biz məcburən artıq bu daxildəki fiqurların necə alındığını müəyyən etməyə çalışmalıyıq. Deməli 10 nəyə birləşib uşaqlar? 48 ilə 43-ə birləşib. Bayaq toplamışdım, indi də çıxacam. Elə çıxanda alınırmış, rahat alınır. 35, 27 çıxanda neçə alınacaq burada? Görək, rahat da alınır deyirik. 8 alınır, elə deyil burada. 8-dən 12-yə getmək üçün isə 4 biz nəyə alırıq? Daha doğrusu buranı alırıq. Fərqi elə 8-i verir bizə. Amma digər tərəflərdə fərqi 8-i verməyəcək. Deməli, fərqli bir qayda-qanun düşünməliyik. Bayaq rəqəmləri 62 almışdıq, elə deyil? Bu ikisindən. Və rəqəmləri vurmuşduq. Bəlkə rəqəmləri toplayaq indi. 6 plus 2, 8 ödəyər. 35 ilə 48-i toplamışdıq. Biz neçə almışdıq burada? 70, 13, 83 almışdıq. 8 bütün rəqəmlər cəmi 11. Deməli, toplayıram dairənin içindəki rədləri. Bir dəfə rəqəmlər hasilsinə baxıram, bir dəfə rəqəmlərin cəminə. İndi mən 27 ilə 43-ü toplayacağam. Bu mənə verəcək neçəni? 60, 70-i. 70-i rəqəmləri hasili 0-dır. 70-i rəqəmlərin cəmi 7-dir. X oldu 7. 7 ilə 24-ün cəmdə mənə neçəni verəcək burada? 31-i verəcək. Deməli, sualın doğru cavabı C variantı 31 olmuş oldu. 18 nömrəli sual. 4 qardaşın yaşları cəmi 60-dır. A, B, C və D 4 qardaşdır. Topladım oldu yaşları cəmi 60. Birinci qardaşın yaşı digərlərinin cəminin yarısıdır. Deməli, cəminin yarısı deyir. Ədəd ortası demir. Ədəd ortası desə saya bölürük, cəminin yarısı desə 2-yə bölürük. Deməli, birinci qardaş, yəni A-nın yaşı digərlərinin yaşının cəminin, B, C, D-nin cəminin yarısıdır. Bölünsün 2. Növbəti, ikinci qardaşın yaşı digər 3 qardaşın yaşları cəminin 3/1-idir. Yəni, B bərabərdir A plus C plus D-nin cəminin 3/1-nə, yəni bölünsün 3-ə. Üçüncü qardaş, yəni C-nin yaşı isə digərlərinin yaşının 4/1-idir. Yəni A plus B plus D-nin 4-ə bölünmüş halı, yəni 4/1-idir. Mən tapmalıyam ki, 4-cü qardaşın neçə yaşı var? Baxın uşaqlar, əvəz etməni tətbiq etmək olar və ya burada nə etmək olar? Gətirib birbaşa elə əvəz etmənin yaxşısı yerinə yazmaqdır. Yerinə də yaza bilərik, qiymət də düşünə bilərik. Amma tövsiyə edirəm ki, riyazi olaraq yazaq. Çünki burada ədəd düşünmüş olsaq, beynimiz çox qarışacaq. Buna görə bəs mən nə edəcəm? Gəlib burada aldığım tənliklərdən qiymət alacağım. Məsələn, baxın, bu birinci tənlikdir, elə deyil burada, bərabərlikdir. Bu birinci bərabərlik nəyə bərabərdir? 2A bərabərdir B plus C plus D-yə. Mən indi uşaqlar, BCD cəminin yerinə 2A yaza bilərəmmi? Rahatlıqla yazaram, elə deyil. Çünki 2A BCD-yə bərabərdir. O zaman nə olur? A plus 2A bərabər olur 60-a. Deməli, buradan 3A bərabər olur 60, A bərabər olur 20-yə. Mən tapdım ki, birinci uşağın yaşı 20-dir. Elə üstdən qeyd edirəm. Buradan yazdım 20. Bu getdi artıq. Keçirəm ikinciyə. İkinci bərabərlikdə yenə çarpaz vursam 3B bərabər olacaq yenə A, C və D cəminə. Deməli, mən yenə vəziyyət həyata keçirəm. Baxın, A-nın, C-nin, D-nin yerinə nə yazıram? 3B. B də var idi, olur nə? B plus 3B. Yəni 4B. Birbaşa yazıram. 4B bərabər olur 60. B bərabər olur neçə? 15-ə. B oldu 15. İndi digərlərini tapıram. Baxın uşaqlar. İndi mən nə edəcəm? Üçüncü tənliyə baxacam. Bərabərliyə baxacam. Çarpaz vursam 4C bərabər olur A, B və D-nin cəminə. A plus B plus D. Yenə əvəz etməyin yerində baxın yazıram. Məndə sanki A, B, D bu üçünün cəmi neçədir? 4C-dir. C də var 5C. 5C bərabər 60-dırsa, C bərabər olur 12-yə. C də oldu 12. Məndən də 4-cü qardaşı tapmağımı istəyir. Artıq hesablayacağım. Baxın, 20 plus 15, 35. 12 burada 47. 47 plus D-nin qiyməti mənə verəcək 60-ı. Deməli, D-nin qiyməti burada neçədir? Məsələn, 13-dür. 4-cü qardaşın 13 yaşı var. Cavab olur 13. Keçirik 19 nömrəli suala. Yenə analogiyadır. Dedi ki, cümlə qururuq. Pomidor bostanda yetişir. Soldan sağa cümlə qurdum. Meyvə kompotda yetişmir. Yanlışdır.
Dəniz gəmidə yetişmir. Yanlışdır. Bank kreditdə yetişmir. Yanlışdır. Telefon zoom verdə yetişmir. Mənasız gördünüz. Hamısı mənasız olunur. Mənasız alınır. İndi baxın. Pomidor sanki bostanda böyüyüb yetişir, yaranır. İdeya da harda yaranır? Beyində yaranır. Deməli, doğru cavabımız olur B variantı. 20-ci sualımız yenə nədir? Bir analogiya sualdır. Birinci nümunədə yazılıb ki, qabarma, çəkilmə. Qabarmanın əksi nədir? Çəkilmədir. Antonimdir. Deməli, rüsxət sözündə antonim söz tapmalıyam. Rüsxət bizdə icazə deməkdir. İzin icazə deməkdir. İzin icazənin də əksi nə olacaq? Qadağa olacaq. Deməli, bu sualda doğru cavab olur Y variantı. Rüsxət, baxın uşaqlar, icazə deməkdir. Belə yadda saxlayın bunu. Rüsxət icazə, onun əksi qadağa olacaq. Qabarma, çəkilmədir. Bilir ki, bir-birinin əksidir. 21 nömrəli sualımız bir mühakimə mətnidir. İndi diqqətlə oxuruq mətni. Yazıb ki, dənli bitkilər əkilmiş bütün sahələrdə yalnız amonium sulfat və amonium nitrat gübrələrindən istifadə olunur. Dənli bitkilərə aid olan buğdanın əkildiyi sahədə amonium nitrat məhsuldarlığı amonium sulfata nisbətən daha çox artırır. Dənli bitkilərin əkildiyi sahələrin 1 hektarına gün ərzində 270 kiloqram amonium sulfat və ya 230 kiloqram amonium nitrat verilir. Dənli bitkilərin yazlıq sortlarının əkildiyi sahələrə amonium nitrat səhər verilir. Payızlıq sortlarının əkildiyi sahələrə isə amonium sulfat günorta verilir. Bu məlumatlara əsasən doğru, yanlış və qeyri-müəyyənlər tapmalıyıq. Arada yazıb ki, buğda əkilmiş sahələrin hər hektarına gün ərzində 0,5 ton gübrə verilə bilər. Bu yanlışdır. Nəyə görə yanlışdır? Baxın, qeyd olunub ki, yazlıq sortlara səhər nə verilir? Səhər verilir nitrat. Payızlıq sortlara isə günorta verilir sulfat. Ya nitrat ya sulfat veriləcək. Onsuz yuxarıda yazılmışdı ki, gün ərzində ya 270 mən sulfat verəcəm və ya ikisini eyni anda verəcəm demir. Və desəydi 270 plus 230 bizə 500 kiloqramı verirdi. Bu zaman deyərdik ki, bəli, 1 hektara 500 kiloqram düşürsə 0,5 hər tona 0,5 ton gübrə verilir hər hektara. Bunu belə hesablaya bilərdik. Amma mən burada hesabladım, gördüm ki 270 kiloqramdır 1 tona. 1 hektara daha doğrusu. 1 hektara 0,27 və ya 0,23 ton olaraq hesablayacaq. 0,5 ton olaraq hesablaya bilmərik. Çünki ikisinin cəmi 0,5 tonu verir. Amma mən ya nitrat verəcəm və ya sulfat verəcəm. İkisini eyni anda verməyəcəm. Deməli, bu yanlışdır. Verilə bilməz. Ona görə 2-yə yazıram A-nı. Bu dəqiqdir. Keçirəm növbəti B-yə. Amonium sulfat gübrəsi dənli bitkilərin payızlıq və ya yazlıq və payızlıq sortlarının irsi əlamətlərinin saxlanılması üçün olduqca vacibdir yazılıb. Bununla bağlı əslində konkret bir məlumatımız yoxdur. Bu böyük ehtimal qeyri-müəyyən olacaq. Çünki bununla bağlı onun hər hansı bir əlamətlərinin saxlanılması üçün vacib olub-olmamasına bağlı bir məlumatımız yoxdur. Dəqiq deyil. Bunu qeyri-müəyyənə yazırıq. Bunu tapa bilmərik real olaraq. Hələ ki 3-ə yazdıq. Lazım olsa bir daha baxarıq. Növbəti keçirik C-yə. Dənli bitkilərə aid olan arpanın payızlıq sortlarının əkildiyi sahələrə amonium sulfat gübrəsi vermək olar. Demir, mütləq verilir. Vermək olar deyir. Və payızlıq sortlarından söhbət gedir. Düz orada arpanı qeyd etməyib, amma onsuz da arpa da dənli bitkilərə aiddir. Orada ümumiyyətlə dənli bitkilərdən danışırsa, arpa da bunun içindədir. Deməli, arpaya payızlıq sortlarına sulfat gübrəsi vermək olarmı? Baxın, qeyd olunub ki, payızlıq sortlarının əkildiyi sahələrə isə sulfat verilir. Günorta sulfat verilir. Həqiqətən də burada nə yazılmışdı? Sulfat vermək olar yazılmışdı. Deməli, doğrudur. 1-ə uyğun gələcək C. Həqiqətən arpa dənli bitki olduğu üçün mən ona sulfat verə bilərəm. 1-ə C, 2-ə A, 3-ə də B uyğundur hələ ki. Qaldı D ilə Y. D-də yazılıb ki, dənli bitkilərin yazlıq sortları əkilmiş sahələrin hər hektarına gün ərzində yazlıq sortlardan söhbət gedir. Gün ərzində 270 kiloqram nitrat səhər vaxtı verilə bilər. Yazlıq sortlarına bəli nitrat verilirdi. Amma nitratın həcmi nə qədər idi uşaqlar? 230 kiloqram idi. Ya 270 sulfat verəcəkdim, ya 230 nitrat verəcəkdim. Əgər nitrat verirəmsə 230 verəcəm. 270 verməyəcəm. D variantı istənilən halda nədir? Yanlışdır. D-ni yazıram 2-yə. 1C, 2A-da, 3-də B-dir hələ ki, sonuncu variant. Gübrələrin dənli bitkilərin inkişafına təsiri kifayət qədər
öyrənilməmişdir. Bununla bağlı konkret bir məlumatım yoxdur, öyrənilib öyrənilməməsi ilə bağlı. Ola bilsin ki, müəyyən qədər öyrənilib, amma konkret deyə bilmərəm. Bəli, öyrənilib ki, məsələn, qismən öyrənilib ki, deyilik ki, məsələn, yazlıq bu olsun, payızlıq bu olsun və ya konkret olaraq buğda olduqda, buğdada hansının daha faydalı olduğunu da göstərib hətta ki, nitrat daha məhsuldardır buğda üçün. Amma dənli bitkilərin digər növləri üçün buğda mı daha, nitrat mı daha məhsuldardır, ya sulfat mı daha məhsuldardır? Bunu demirəm, deməyib bax mənə, qeyd etməyib. Deməli, konkret öyrənilməyib. Bunu öyrənilməyib deməyim, bunu təyin edə bilmərəm verilmiş mətn əsasən. Mən ancaq buğda ilə bağlı qismən daha dərinə məlumat bilirəm. Dənli bitkilərin digər növlərinə aid dəqiq məlumat bilmirəm deyə Y variantını verilmiş mətnə əsasən müəyyən etmək qeyri-mümkündür. O halda 1-ə C-dir, 1-ə C, 2-yə A-dir, 3-ə B-yə uyğun gəldi. 1-ə C, 2-yə A-dir, 3-ə B-yə elə A variantına verilib. Deməli, doğru cavabımız olur A variantı. Kifayət qədər çətin bir sual idi. 22-ci sual şəkil ardıcıllıqdır. Üfüqi, baxın, sanki kvadrat baxır sola, burada baxır sol yuxarı. Sanki saat 9-dan saat 11-ə gəldi. Deməli, saat əqrəb istiqamətdə 45 dərəcədir. Saat 11-dən sanki 12-ə gəlib. Yenə bir 45 dərəcə hərəkət edib saat əqrəb istiqamətində. İndi yenə saat əqrəb istiqamətdə hərəkət etsə, sağa baxan oxumara baxmalıdır, sağ aşağı baxmalıdır. Kvadrat sağ aşağı baxacaq. B yanlışdır, A yanlışdır. C, D-yi hərəki doğrudur. Baxın, mərkəz qaradır, ağdır, qaradır, ağdır, qaradır. İndi nə rəngdə olmalıdır? Ağ rəngdə olmalıdır. Onsuz da hamısı ağ rəngdədir. Amma diqqət yetirin, Y variantı yanlışdır. Nəyə görə Y variantı yanlışdır? Baxın, fiqurun bu təpə nöqtəsidir, elə deyil və ya uc hissəsidir. Sanki bu fiqurun uc hissəsi yuxarı baxır. Uc hissəsi sağ yuxarı baxır, uc hissəsi sağa baxır. İndi hara baxmalıdır? Sağ aşağı baxmalıdır. Baxın, fiqur belə fiqurdur, ovaldır. Bu oval hissə yuxarı baxacaq, nöqtəyə bənzər hissəsi sağ aşağı baxacaq. Amma baxın, Y variantında yanlış verilib, sol yuxarı baxır. Yeni silirəm. İndi baxıram mən ağ dairənin rənginə. Birində ağdır, birində qaradır. Baxın, ağ dairə ağ rəngdədir. Boz rəngdədir, qara rəngdədir. Ağ rəngdədir, boz rəngdədir. Nə olmalıdır? Qara rəngdə olmalıdır dairəm. Qara rəngdə olduğu yeganə variant da məhz D variantıdır. 23 nömrəli sual. T-nin qiymətini tapmalıyıq. Dedik ki, fiqurun içində müəyyən ədədlər yazılıbsa, biz fiqurun tərəflərinin sayını ya o ədədə vuracaq, ya o ədədlə toplayacağıq. Bu tip suallarda da, məsələn, atıram, N-ə 35 verib. N nədən alıb uşaqlar? N bitişikdir K-ya. 3 tərəf var. N bitişikdir M-ə 4 tərəf var. N bitişikdir T-yə. Dairəni 0 götürür yazıdan 0 tərəf var. Bəs özünün neçə tərəf var? 1, 2, 3, 4, 5. 5 tərəf də özündədir. Bəzən öz tərəflərinin sayından da istifadə edəcək. İndi mən nə edəcəm? Mən deməli 3, 4 və 0-dan və ya hətta öz tərəflərinin sayından da ola bilər. İstifadə edib 35-i tapmalıyım eyni olaraq. Digər fiqurların tərəflərini sayıram. 1, 2, 3, 4, 5, 6. 6 tərəf buradadır. 4 tərəf buradadır. 4 bunu yazmışam. 0 da budur. Bunu yazmışam. İndi mən nə edəcəm? Bir-bir qayda-qanunu tapmağa çalışacağım. Deməli uşaqlar, N-in qiymətini 35 vermişəm. 35 kiçik ədədlərdən alınıb, elə deyil. 3-dən, 4-dən, 0-dan, elə 5-in özündən nəzərə alsam 5-dən. Kiçik ədədlərdən böyük ədədlərə alınıb bir vurma prosesi olur deyirik adətən. 35 hansı ədədlərin hansından alınıb? 5 və 7-nin. Mən buradan 7 necə tapa bilərəm, 5-i necə tapa bilərəm? Baxın, N ilə bağlı olan fiqurların tərəflərini toplasam, 3, 4, 0 toplasam 7 alınar. Öz tərəfdə 5-dir. Deməli, öz tərəfinin sayını ona bitişik olan fiqurların tərəflərinin sayına vuracaq. Məsələn, mən L-i tapmalıyam. Gəlin görə L-i necə tapacaq? L-ə bitişik fiqur K-dır, 3 tərəf var, 3 plus. L-ə bitişik fiqur M-dir, 4 tərəf var. L-ə bitişik fiqur P-dir, 4 tərəf var. Bunları topladıq, aldıq 11-i. 11'i öz tərəflərinin sayını 6'ya vursam neçə alaram? 66 alaram. Həqiqətən baxın, L-in qiyməti 66'dır. Mən indi nə olsun cavab nə tapacağım? 0 tapacağım. Çünki topladıqdan sonra öz tərəflərinin sayına vururdum. T-nin 0 tərəf var deyə toplayıb məsələn 5'i, 4'ü və 4'ü toplayacağım. 0'a vuranda yenə 0 alınacaq. Deməli doğru cavabımız olur burada Y variantı. Deməli 24 nömrəli sual bir riyazi məsələdir. Yazıb ki 1200 ədəd qara və qırmızı qara kolundan ibarət sahənin orta məhsuldarlığı 1 kiloldan 4 kiloqramdır. Deməli mən nə edirəm? Ümumi həcmim A-dırsa, A-nı bölürəm 1200-ə, tapıram məhsuldarlığı 4-dür. Yəni ümumi kiloqramı sayaya böləndə orta məhsuldarlığı tapıram. Sonra yazılıb ki, baxın ən axırıncı cümləmiz var burada, vacib bir cümlədir. Qırmızı qaraqat kollarının sayı qara qaraqat kollarının sayından 50% azdır. Məsələn, biri 100%dirsə, digər nədir?
50% azdırsa 50%dir. Yəni ondan 2 dəfə azdır. Biri və ya ondan digərinə 2 dəfə çoxdur bu şəkildə. Deməli, biri x-dırsa, digər ondan 2 dəfə çoxdursa 2x-dir. Toplasam nə alınır? 3x. 3x bərabər olur 1200-ə. Ümumi çünki 1200 ədəddir. X bərabər olur buradan 4-ə. 400-ə. Biri 400-dür, biri 800-dür. Hansı çox idi, hansı az idi? Bir kənardan qeyd edək, sonra beynimiz qarışmasın. Yazıb ki, qırmızı qarağat yolların sayı azdır. Qırmızı qarağat yazıram. Bu şəkildə yazacağım, fərqləndirə bilək deyə qırmızını. Bunun sayı bərabərdir 400-ə. Qara qarağatın da sayı bərabərdir 800-ə. Bunu bildik. İndi gəlirik məhsuldarlıq hissəsinə. İndi bir-bir bunların məhsuldarlığı necə hesablayardıq? Qırmızıların ümumi sayını x deyirəm. Ümumi qırmızı və ya həcminə, kiloqramına. Qırmızı qarağatların ümumi həcmi olsun x. Digərinki də ümumi həcmi olsun y. Bunların məhsuldarlığı necə hesablayacağam? X bölünsün 401-idir. Y bölünsün 800-də 1-dir. Elə deyil, məhsuldarlıq hesabladıqda. Mən bilirəm ki, bunun birinin məhsuldarlığı digərindən qeyd olunub ki, baxın, qırmızı qarağat yollarının orta məhsuldarlığı qara qarağat yollarının orta məhsuldarlığından 20% çoxdur. Məsələn, qara qarağat yollarının məhsuldarlığı m-dirsə, digəri bundan 20% çoxdursa nə qədər olacaq? Məsələn, 100% isə digəri olacaq 120%. Yəni 1,2 dəfə çox olacaq. 20% çox olması 1,2-yə bərabər olması deməkdir. Yəni bu 1m-dirsə, bu 1,2m-dir. Növbəti, biz burada nəyə diqqət yetiririk? Məhsuldarlıq necə hesablayırdıq uşaqlar? X-i bölürdük 400-ə, nə alıram mən burada? 1,2m alıram. Y-i bölürəm 800-ə, burada nə alıram? M alıram. Və bu ümumi məhsuldarlıq bizdə neçəni verir? 4-ü verir. Deməli, buradan bir tənlik qurmağa çalışacağıq indi. Deməli, bəs burada tənliyi necə qururuq? Yəni, biz ümumi həcmi bilirik axı, ümumi neçə kiloqram bizim məhsulumuz var. Bilmirik, amma tapa bilərik. Bayaq bir tənlik qurmuşduq, bərabərlik qurmuşduq. Ümumi kiloqram A idi. A-nı bölürdük 1200-ə, nə alırdıq? 4 kiloqram orta məhsuldarlıq alırdıq. Ümumi həcmi böldüm saya, aldım 4 kiloqram məhsuldarlığı. Buradan A nəyə bərabərdir? A bərabərdir 1200 vursun 4, yəni 4800-ə. Yəni, ümumi həcmim 4800-dür. Mən indi nə edirəm? 4800 x plus y kimi göstərməliyim. X plus y cəmi olmalıdır 4800. Burada həm qırmızını tapacağım, həm qara qarağat yollarını tapacağım. X qırmızı qarağat yollarını ifadə edir. Y də qara qarağat yollarını ifadə edir. Bu şəkildə bir kənardan yazım ki, yadda qalsın. İndi baxın, buradan x-in ümumi həcmini tapmaq üçün mən nə edirəm? Sayı vurulan məhsuldarlığa. Yəni, x bərabər olur. 400 vurulsun 1,2m. Y tapmaq üçün də 800 vuracam m-ə. Y bərabərdir 800m. İndi 400-ü 1,2-yə vursam nə alacam uşaqlar? 1-ə vursaq 400, 0,2-yə də vursaq sanki 0 nə alırıq orada? 80 alırıq, elə deyil. Deməli, buradan alınır ki, birbaşa 480, yəni x bərabər olur 480 m-ə. Bu da elə 800 m-dir. X-in y-in cəmi nəyə bərabər idi? 4800-ə bərabərdir. Burada qeyd etmişdik. Bunları toplasaq, bəs buradan nə alacaq? İndi onu hesablayaq. Onları toplasaq 1280 alacaq. 1280 m-imiz bərabər olur bizdə neçəyə? 4800-ə. Burada m-i tapmaq üçün m bərabərdir yazırıq. 4800-ü bölü neçəyə? 1280-ə. Vaxt çox getməsin deyə mən indi bir kənarda hesabladım. Mütləq kalkulatorla heç bir halda hesablamırsınız. Özünüz hesablayırsınız ki, imtahanda da özümüz hesablamaq məcburiyyətində qalacağıq. Buradan alırdıq 3 tam %75. Deməli, m nədir? M məhsuldarlığı idi. Amma mən m-i nəyini ifadə etmişdim? M-i qara qarağat yolları ilə ifadə etmişdim. Bu qara qarağat yolları məhsuldarlığı idi. Axı qırmızı qarağat ondan 20% çox idi və ya 1,2 dəfə çox idi. 1,2 də məndə nədir? Qırmızıdır. Qırmızının məhsuldarlığıdır. Məndən deməz qırmızının məhsuldarlığını istəyir. İndi m 3,75 isə qırmızını tapmaq üçün nə edirəm? 1,2-ni vururam 3,75-ə. Bu da mənə 4,5-i vermiş olurdu. Deməli, cavabımız bu sualda olur. Məhz B variantı. Biraz qarışıq bir riyazi məsələdir. Amma yenə Dimin test bankında olan bir sual tipi deyə imtahanda potensial qarşına çıxa biləcək bir sual formasıdır. Deməli, növbət keçir 25 nömrəli suala. 25-ə qədər izaha baxacaq. Növbəti 25-in izahını isə digər videoda görmüş olacaqsınız. Vurma işarəsi qeyd olunub burada. Yazıb ki, lazım sözünün hərfləri natural ədədlərlə ifadə olunub. Hansı hərflər eyni bir ədədi ifadə edir? Hansı hərflər eyni bir ədədi ifadə edir? Vurmadır. Mən 50 I-ya vurmuşam. 3 almışam. Elə deyil.
Deməli, mən burada düşünəcəm ki, bunun biri 1-dir, biri 3-dür. Natural ədədlərdir çünki. İxtiyari olaraq birincisi elə 3 versəm, I-yə 1 versəm. Görək digərləri alınırmı? Növbəti, məsələn, M ilə A-dan 8 alınıb. 1, 8 olmaz çünki ayrı-ayrı da ola bilər, amma bu eyni də ola bilər. Eyni bir ədəd ifadə edir də yazılıb. Gəlin Z-dən gedək, Z-dən M-dən gedək. Bir kənardan yazaq ən yaxşısı. L vurulsun I hərfi bərabərdir 3-ə. Növbəti Z vurulsun A hərfi bərabərdir 2-yə. A vurulsun Z bərabərdir 2. Bunun biri 1-dir, biri 2-dir, 100%. Bunu artıq bilirik. Z vurulsun M bərabərdir 4-ə. M vurulsun A da bərabərdir 8-ə. A vurulsun M də bərabərdir 8-ə. İndi yazıram. Bunun biri 1, 2 olduğunu bilirəm. Birinci Z-ə yazıram 2. A yazıram 1. Əgər Z 2 olsa, M olacaq elə 2. 2 dəfə 2 4 versin. M 2 olsa, A da 1 idi axı. 1 dəfə 2 8-i vermir. Deməli, bu ödəmədi. Yerini dəyişdirirəm. Bu səfər A-ya 2 verirəm, Z-ə 1 verirəm. Z 1 olsa M olur 4. M 4-dür. A 2 isə 2 dəfə 4 8-i verir, ödədi. İndi mən bunlardan nəyi tapmışam? L-lə I hərfi qalıb. Elə deyil, bir dənə tapmadığım. Onları da baxım, haradasa qeyd etmişəm mi? Qeyd etməmişim, xeyr. İndi bunun biri 1 olacaq, biri 3 olacaq. Amma hansının hansı olduğunu hələ ki bilmirəm. Hansı hərflər eyni bir ədəd ifadə edir, onu tapmalıyam. Mən deməli tapdım ki, A bərabərdir 2-yə, Z bərabərdir 1-ə, M bərabərdir 4-ə. L və I da biri 1-dir, biri də 3-dür. Hələ ki bunu dəqiq təyin etməmişəm. Burada ortaq olanlar hansılardır? A, Z, M fərqlidir. Deməli, məcburən ya L hərfinin digərlərinə uyğun gələcək. O da hansılara uyğun gələ bilər? L hərfi ya 1 olacaq, ya 3 olacaq. Z də 1 olduğu üçün Z ilə L hərfi və ya Z ilə I hərfi uyğun gəlməlidir. Gəlin görə indi bunu dəqiqləşdirə bilirikmi? Yəni ya 2, 4 ya da ki 4, 5 olmalıdır. 100% bunu artıq burada təyin edə bilmərik. Çünki böyük ehtimal cədvəlin içində bir dənə ədədimiz əskikdir. Çünki L ilə I-nın hasil 3-dür, bəli. Hansı 1-də, hansı 3-dür? Bunu deyə bilmirik axı. Bunu deyə bilmirik deyə. Məsələn, əgər L 1-dirsə, cavab Z ilə L-dir. I 1-dirsə, cavab Z ilə I-dir. Yəni, burada cavab ola bilər 2, 5 və ya 4, 5 cavabları ola bilər hər ikisi. Böyük ehtimal cədvəlin içində hər hansı bir yerdə ədədimizin biri əskikdir. Yəni, cavab ya 2, 5 olacaq, ya da ki 4, 5 olmuş olacaq. Çünki L ilə I hərfinin konkret bilmirəm hansı 1-də, hansı 3-dür. Başqa bir yerdə L ilə I-nın L ilə I-dan və ya L ilə hər hansı birdən, I ilə hər hansı bir hərfdən alınan bir ədədi görmürəm. Əgər onu görmüş olsaydım, rahat şəkildə tapa bilərdim. Deməli, cavab 2, 5 və ya 4, 5 hər ikisi doğru olacaq. Belə bir sual imtahanda düşsə, konkret cədvəlin içində başqa bir ədəddə verəcək ki, mən L ilə I-nı fərqləndirim. Və ya bunun variantlarda elə verəcək ki, variantlardan biri olsun əlimdə. Burada hər ikisi var. Həm 2, 5 var, həm 4, 5 var. Deməli, 25-ci suala qədər baxdıq. 25-dən etibarən qalan suallara növbəti izah videosunda baxmış olacağıq.